Salam. Bu sualda bizə Avstraliyanın xəritəsi verilmiş və rəqəmlərə uyğun 4 ifadə verilmişdir. Biz isə yanlış ifadəni tapmalıyıq. A variantında 4 rəqəmi ilə işarələnmiş ərazi böyük su ərazi silsiləsinin cənub-şərq yamacıdır. Bu yamac okeana yaxın yerləşir və nəmli küləklərlə birbaşa əlaqədə olur. Nəmli hava silsiləyə çatdıqda yuxarı qalxaraq soyuyur və yağıntı verir. Bu da həmin ərazidə bol yağıntılı və rütubətli iqlim şəraiti yaradır. Nəticədə dəyişkən rütubətli meşələr formalaşır. B variantında bir rəqəmli işarə olunmuş ərazi Böyük Viktoriya səhrasının bir hissəsidir. Böyük Viktoriya səhrası Avstraliyanın cənub-qərbində yerləşən ən böyük səhradır. Ərazidə az yağıntı, qum təpələri və duzlu düzənliklər üstünlük təşkil edir. Sərt iqlimə baxmayaraq, burada bəzi yerli bitki və heyvan növləri yaşayır. C variantında 3 ilə işarələnmiş ərazini Avstraliyanın şimal hissəsi adlandıra bilərik. Belə ki, burada codyarpaqlı meşələr və kolluqlar təbii zonası yaranmamışdır. Bu təbii zona daha çox Aralı dəniz iqlim tipli ərazilərdə mövcuddur. Avstraliyanın şimalında isə tropiklərin səhra və savannaları yayılmışdır. Deməli, uyğunluq pozulduğundan cavab C variantıdır. Digər variantlar da nəzər salaq. 5 nömrəli ərazidə, yəni Avstraliyanın cənub-qərbində antropogen landşaftlar çoxdur. Bu bölgədə kənd təsərrüfatı fəaliyyəti, xüsusilə buğda və üzümçülük və mineralların çıxarılması səbəbindən geniş torpaq dəyişiklikləri baş verir. Ərazinin yağışsız və quru iqlimi insanların suvarma və torpaq istifadəsi ilə bağlı torpağın xüsusiyyətlərini dəyişdirərək antropogen landşaftların yaranmasına şərait yaradır. Nəhayət E variantında qeyd olunan 2 nömrəli ərazidə Avstraliyanın şimal ucqar nöqtəsi olan York burnu işarə olunmuşdur. York burnu yay aylarında isti və nəmli iqlimə malik olduğu üçün bu dövrdə canlı aləm çox aktiv olur. Sahil və ətraf ərazilərdə bitki örtüyü inkişaf edir və heyvanların sayı çoxalır. Bütün variantları nəzərə saldıqdan sonra cavabın C variantı olduğunu qeyd edə bilərik.